Müqəddəsləri təsvir etmək üçün evsiz və fahişələrin cəsədlərindən istifadə edən bu cinayətkar rəssam haqqında eşitmədiyinizə əminəm. O, müqəddəsləri kirli dırnaqlarda, adi paltarlarda və arıq təsvir edir. Evsiz insanların və qədim peşə sahiblərinin cəsədlərini Məryəm və İsanı təsvir etmək üçün model kimi istifadə edəndə də hesabına qarşı gəlirdi, amma rəssam o qədər istedadlı idi ki, bir söz demək olmurdu. Eskiz çəkmirdi çünki işini sürətli icra edib tez pul qazanmağa çalışırdı. İsa və Məryəmi o dövrün Romalı geyimlərində təsvir edirdi. Qaldığı evin divarını deşmişdi ki, ev yaxşı işıq alsın, amma evə işıqla bərabər yağış və quşlar da daxil olurdular. Ev sahibi etiraz edəndə isə onu ölümlə hədələmişdi. O, əvvəlcə atasını, sonra isə vəbadan ailəsinin geri qalanını itirir. Milandan Romaya gəlir və qısa müddətdə aristokratların diqqətini çəkir. Ancaq Roma eyni zamanda onun qaranlıq hisslərini də bəsləyən şəhər olur. Barlar, içkilər, küçə döyüşləri, oğurluqlar və cinayətlər. Yəni Caravaggio fırçası qədər qılıncı ilə tanınırdı. Demək olar ki, hər ay davalara qarşı. Bəzən nüfuzlu hamilələri tərəfindən qurtarılsa da, bəzən həbsə düşürdü. 1606-da dueldə başqa bir rəssam dostunu vəhşicəsinə öldürür və bu hadisə onun həyatının sonuna qədər qaçmasına səbəb olur. Caravaggio artıq Romada axtarılan və adı insanlarda qorxu yaradan bir rəssam idi. Amma o bu dövrdə daha çox rəsm çəkir və Napoliyə gedir. Oradan sonra Maltaya gedir və Malta cəngavərlərinə qoşulur. Hətta o qədər məşhurlaşmışdı ki, ona cəngavər titulu verirlər. Lakin burada da qısa müddətə bir cəngavəri yaralayır və onu zindana atırlar. Oradan da çoxlu rüşvət qarşılığında xilas edilir və Siciliyaya gedir. Orada da özünə hamilər tapır. Amma o Romaya qayıtmaq istəyirdi və Roma papasına dəfələrlə müraciət etsə də bu arzusu reallaşmır və 1610-cu ildə səbəbi bilinməyən bir şəkildə ölür. Caravaggio haqqında nəzərinizə çatdırmaq istədiklərim bu qədər idi. Suallarınız olarsa, əlavə fikirləriniz olarsa rəylərdə bildirməyi unutmayın. Hələlik.